Allaha əməlimiz mühüm deyil. Onun niyəsi mühümdür ki, mənə onun niyəsini göstər. Sən niyə bu əməl edirdin? Niyə burada məsələn sükut elədin? Deyək bir situasiyadır. Biri birinin abrını aparıb. Məsələn, cəmiyyət üstündə qışqırdı üstünə, belə bir cür hörmətsizlik elədi onu. Qarşı tərəf səbr elədi. Allaha bu hadisədə mühüm olan budur ki, o səbrinin niyəsini göstər ki, sən niyə səbr edirdin orada? İnsanların gözündə onun pis insan olmağını, özünün də yaxşı insan olmağını nümayiş elətdirmək üçün səbr edirdin. Göstərəsən ki, bu onun əxlaqı, bu da mənim əxlaqım. O qışqırır, mən səbr edirəm. O abrımı aparır, mən onun abrını aparmıram. O belədir, mən beləyəm. Məndə peyğəmbər əxlaqı toplanıb. Təhqir eləyirlər, susuram. Niyəsini göstər ki, niyə səbr edirdin ki? Niyə ona qoşulub onun cavabını vermədin? Allah deyir ki, bu təhqir elədilər, sustun, səbr. Bunlar qoy. Niyəsini mənə göstər ki, niyə eləmədin ki? Niyəsi mühümdür.